Quran danışır bizlə, yetər ki ondan dost olaq. Çox qəşəng munisdir, çox qəşəng dostdur. Adamı tənha qoymayan dostdur. Adama yoldur, işıqdır, siratdır, nurdur, misbahdır, səfinədir, insanı Rəbbə aparandır. Vətəsmin bəhəblillahdır, ipdir, ilahi ipdir. Allaha insanı çatdırar. İnsanı ucaldan da əziz eləyər. Çünki özü əzizdir. İnsanı kərim eləyər. Çünki özü kərimdir. Ayələrə baxırsan, yığırsan bir yerə, baxırsan, görsən, ilahə Rəbb. Adam düşünə görsən, ilahə, bu nə ayələrdir, nə qədər gözəldir. Ayələr necə danışır insanla, nə qədər harmoniya var. Əziz Allahımız Rəhman surəsində nemətlərdən saya-saya birinci nemət nə deyir? Birinci nemət deyir, Ər-Rəhman, əlləməl Quran, xələqəl insan. İlk nemət Qurandır, Quran vermişəm sizə. Əgər bir insan Quranla ünsiyyət qura bilibsə, İmam Səccadın bir sözü var, dünya hamı məndən üz çevirsə, Quranla ünsiyyət qura bilsəm, narahat olmaz. Quranla ünsiyyət qurmaq. Quranla ünsiyyət qurmaq, Quran natiqlə ünsiyyət qurmaqdır. Natiq Quran İmam Zamandır. İmam Zamanla ünsiyyət qurmaqdır. Quranla ünsiyyət qurmaq, Rəbblə ünsiyyət qurmaqdır. Ünsü billahdır.